Qazaxlıların dediyi kimi Səməd Qağanın ocağına baş çəkirik. Bu lövhəni oxuyan hər kəs ədəbiyyat vurğununun söz məkanına ayaq bastığını bilir. Şairin bütün ömrünü əks etdirən dönəm təsvirlərlə və sətirlərlə həkk olunub. Muzey hazırda poeziya evi kimi də istifadəyə verilib. Bir gün mənə öz əlində gül gətirən bir gəlin də, gözlərində min bir sual heykəl kimi dayandı lal. O bəxtəvər gözəlin də mən oxudum gözlərindən. Şair, nə tez qocaldın sən? Səməd Vurğun sanki bu misraları ilə daxilən qocalmağın əleyhinə çıxış edirdi. Amma bu məkana gələn hər kəs böyük şairin nə qədər növcavan təbiətli olduğunun şahidinə çevrilir. Yuxarı Salahlı kəndində Səməd Vurğunun ev muzeyində və yaxud da indi bura artıq poeziya evidir. Səməd Vurğunun heykəlinin yanında, arxada isə şairin ən çox sevdiyi yerlərdən biri Damcı bulağının maketidir. Birazdan biz sizə maketi yox, həqiqi Damcılı bulağı göstərəcəyik. Amma burada bizi çox gözəl qarşıladılar və Səməd Vurğunun anasından, Məhbub xanımdan qalma samavarda çaya da qonaq elədilər. Çox sağ olsunlar.